Salam değerli əziz izləyicilərimiz. Bu günləri Binə mərkəzə yaxın 136 nömrəli məktəbin tam yanında dostlar sizin üçün şəxsi bir dənə 3.72, yəni paket qubçalı, torpağın da evin qubçası olan 4 otaqlı evin çəkilişinə gəlmişik değerli izləyicilərimiz. Hal-hazırda evimizdə yaşayışlar var. Kommunallarımızın üçü də mövcuddur. Qazımız, işığımız, suyumuz, kamerası da. Hər bir şey var değerli izləyicilərimiz. Sizdən xahişim videonun sonucan izleyin ki videonun sonunda qiymət deyiləcək. Evimiz değerli dostlar tam əşyalı satılır. Evin dört bir tərəfi də zaborda deyil. Həyətinə də ki rahatçılıqla 2-3 maşın daxil olunur. Evimiz kürsülüdür. Evimizin indi inşallah həyətindəki ayaq yolusunu göstərəcəm sizə dostlar. Bu həyətindəki ayaq yolusudur. Değerli dostlar, evimiz ipotekaya yararlıdır. Kim istəsə bank yoluyla da götürə bilər. Belə bir cavan meyvə ağacları da əkilibdir. Həyətimizdə də kamera qoşulubdur değerli dostlar, gördüğünüz kimi kamerada. Evimiz kürsülü evdir. Bu da evimizin ön görünüşüdür. Burada da bizim kameramız mevcuttur. Üç tarafta da kamera var. Suyumuzdaki daimi var değerli izleyicilerimiz. Bu hissədə evin yan tərəfindən keçisiz ərdamı kimi yer düzəldilibdir orada. İndi dörd-döküntü deyən göstərmək olmur. İnşallah reallıqda gəlib baxa bilərsiniz. Evimiz değerli izleyicilerimiz tam əşyalı satılır. Tam əşyalı. O belə bir xudmani eyvanımızdır. Evimiz koridor proyektidir. Yani konserinden tutmuş, televizyondan tutmuş her bir şey kalır değerli izleyicilerimiz. Girişte böyle bir koridorumuzdur. Koridorumuz da istif oldu, mətbəğimiz istif oldu, sanitar ve sanıq yerimiz de istif oldu. Buradaki şkafda qalacaq. Burada sol tərəfdə bizim mətbəğimizdir. Mətbəğimiz qəşəng genişdir. Sadəcə dostlar, evdən gedən budur oturacaq ikisinə. Bu gedəcək. Bir də qabaq stol gedəcək. Orada göstərəcəm sizin üçün. Pəncərəmiz də şəbəkədir. Kombimizdir. Göstər kamera. Telefonumuz da var, internetimiz, hər bir şey yerindədir. Değerli dostlar, evimiz çok qəşəngdir, keyfiyyətlə tikilmiş evdir, şəxsi evdir. Bu hissədə bizim qonaq otağımızdır. Bax, bu oturacağı deyirəm, yəni qabaq stolda bu gedəcək. Qalan hər bir şey qalır. Divan, kreslosu, stol stulu, televizoru, kondisioneri, pərdəliyinə kimi, lüstruna kimi hər bir şey qalır değerli izləyicilərimiz. İndi keçən yataq otaqlarınızı tanış edəcəm. Burada bir yataq otağıdır. Buradaki de yataq dəsti qalacaq. Bu bizim ikinci yataq otağımızdır. Patologumuz da qəşəng hündürdür. Bu da bizim üçüncü yataq otağıdır, desk otaqdır değerli dostlar. Ve burada da bizim saniter ve sanuzerimizdir. Qəşəng geniştir, yeri istipoldur. Değerli dostlar, evimiz şəxsi evdir. Binə qəsəbəsində, Binə mərkəzə yaxın 136 nömrəli məktəbin tam yanında sizin üçün 3.72, yəni sənəddə də elə yazılıbdır. Paket qubçalı, evin də qubçası olan tam əşyalı 4 otaqlı evin çəkilişini elədik. Evimiz ipotekada yararlıdır. Qiyməti 175.000 manata deyilir. İnşallah gəlinizə real alıcı ilə danışıb razılaşma olar. Allah alanda satanda xeyir versin. Bu ev sizin ola bilər dostlar. Həqiqətən də gözəl evdir, səliqəli evdir.
Yəni hər kəsə məsləhət görünəsi evdir. Sağ olun, var olun.